Salam yoldaşlar. Sizlərə dəstək olmaq üçün imtahana kimi 11-ci sinif və məzunların imtahana kimi, yəni blok imtahana kimi testlərin izahlarından sizə dəstək olacağam. Bu gün izah edəcəyim test əvvəlkindən qəbuluna aid test izahlarıdır və siz də kanalıma abunə olub bildirişləri açın ki, testlərin izahlarını yerləşdirəndə girib izahlarına baxa biləsiniz. Ondan əlavə, əgər bu testlərin PDF formada işləmək istəyirsinizsə, YouTube kanalımda bio hissəsində WhatsApp qrupum var. WhatsApp qrupuna daxil olun, oradan PDF halında testləri götürüb işləyə bilərsiniz. Bundan əlavə, iyunun 1-ci həftəsi, yəni 3-5 aralığından iyula qədər imtahana kimi sürət qrupu açılacaq. Sürət qrupunda həftədə 3 dəfə dərs keçiriləcək və bundan əlavə xüsusi WhatsApp qrupu olacaq, sınaq qrupu olacaq. WhatsApp sınaq qrupuna da Dimin OTK baza testlərinin izahları, cavablarla PDF formada atılacaq. Onları da işləyə biləcəksiniz və dərslərə qoşularaq 17-20 sual ərzində 17-20 suallıq imtahana düşəcək ən çox düşən mövzuları sürətli şəkildə təşkil edə bilərsiniz. Ümumi dərs proqramı haqqında əlavə məlumat almaq üçün aşağı hissəsinə nömrəmi qeyd edəcəm. Nömrəmə yaza bilərsiniz. Deməli, başlayaq birinci sualdan. Verilmiş xüsusiyyətlərinə aid olduğu Azərbaycan şəhərini müəyyən edin. 1603-cü ildə Osmanlı tərəfindən işğal edilmişdir. Azərbaycanda Cəlalilərin hərəkatının ilk böyük çıxışı burada baş vermişdir. Bu çıxış 1591-ci ildə olmuşdur. Hansı çıxış idi? Orada Cəlalilərdən 2 dənə məlumat var. Bir, Cəlalilərin İrəvanda məskunlaşması idi. İrəvan da bura idi. Bir də Təbrizdə Cəlalilərin çıxışı idi. Onun üçün burada cavab 3 olacaq, A bəndi olacaq. Baxın, bu hansı mövzuya sualdır? Səfəvilərə aid bir sual düşür. Bir sual. Yadınızda saxlayın. Axırda qeyd edəcəm neçə sual hansı hissələrdən düşür. Yəni sual keçəndə sizə testin izahında deyəcəm. Baxın, bir sual Səfəvilərdən. Bu Səfəvilərin 17-ci əsrin əvvəl tarixinə aid sual idi. Daha sonra Bakı, Tbilisi, Ceyhan əsas ixrac neft kəmərləri haqqında sazişin imzalandığı dövlət. Bu müasir Azərbaycan Respublikasına aid sualdır. Bu neft ixracı ilə haqqında sazişin imzalanması 1999-cu ildir. Əgər sazişin imzalanması deyilsə 99-dur. Yox, deyilsə əgər yəni Bakı, Tbilisi, Ceyhan əsas neft ixrac kəmərinin belə deyək, təməlinin qoyulması, istifadəyə verilməsi desə, istifadəyə verilməsi, onda artıq biz 2006-cı il götürürük. Burada bu İstanbulda olmuşdu. Cavab olacaq 4 olacaq. A bəndi olacaq burada Türkiyə. Daha sonra 33-cü sual. 1-ci əsrin 1-ci əsr Roma tarixinə aid xüsusiyyətləri müəyyən edin. 1-ci əsrin 1-ci yarısı, onu da deyək ki, neçənci illəri əhatə edir? Deməli, eramızdan əvvəl 90-dan, 99-dan 50-yə kimi 1-ci əsrin 1-ci yarısıdır. Bura qədər olan hadisələr soruşur. Konsullar tərəfindən idarə edilməsi doğrudur. Rəsmi şəkildə imperiya adlanmağa başlaması yanlışdır. Bu 27-ci ildir, ona görə düşmür. Baxın, bu tipli testləri yazanda mütləq ili yazın ki, çaşmayasınız. İli yazmırsanız, belə deyək də, %60%, %70% sizə tam əmin edirəm ki, çaşacaqsınız. Və çaşmamaq üçün mütləq ili qeyd etməlisiniz. İllər yuxarıdan və yaxud da aşağıdan. Üçün oxuyuram. Albaniya dövlətlər sülh müqaviləsinin imzalaması bu doğrudur. Biz dedik ki, Orosla Pompey arasında 66-cı ildə müqavilə bağlanmışdır. Onun üçün 3-ü də götürürük. Vətəndaş müharibəsinin başa çatması yanlışdır. Çünki vətəndaş müharibəsi biz deyirik ki, Romada 49-30-dur. Bu bura düşmür. 99-50-yə düşmür. Onun üçün bunu da götürmürük. Tiber Qrasın xalq tribunu seçilməsi 133-dür. Bu da aid deyil. Senatın maliyyə işlərinə rəhbər nəzarət etməsi bu doğrudur. Cavab demək olacaq 1, 3 və 6. 1, 3, 6 cavab olacaq B bəndi. Daha sonra 34-cü sual. Birinci Dünya müharibəsi ilə Şimali Azərbaycanda baş vermiş mədəni yenilik. Baxın, Birinci Dünya müharibəsi neçənci il olmağı mütləq bilməliyik. 1914-18 və nəyi soruşur bizə? Mədəni yeniliyi soruşur. Difai partiyasının yaranması mədəni hadisə deyil, siyasi hadisədir. Bu, həmçinin də ki, o dövrə düşmür. 1906-dır bu. Nəşr, maarif, nicat cəmiyyətləri 1905-dir. Amma nədir? Bunun yaranması, belə deyək də, bu dövrə düşmür. Birinci Dünya müharibəsinə dövrünə düşür. Onun üçün götürmür. İlk Rus dili gimnaziya 1865-dir. Dövrə düşmədiyi üçün götürmür. Amma bunların ikisi də mədəni hadisə idi. Amma həmin dövrə düşmədiyi üçün götürmür. Lenin Məcnun operasının tamaşaya qoyulması 1906-dır. 6 olduğu üçün götürmür. Həmin dövrə düşmür. Amma mədəni yenilişdir. Neft milyonlar sənəti alternativ filminin çəkilməsi bu doğrudur. Bu 1916-dır. Həmin dövrə düşür və cavabımız olacaq Y bəndi. 35-ci sual. Hadisə nəticələrinə doğru verdiyi cavabı müəyyən edin. Baxın, bu da Səfəvi dövlətinə aid sualdır. Səfəvi dövlətinə aid olan 2 sual var. Hələ ki. Çaldıran döyüşündə məğlubiyyət. Bizdən nəyi soruşur? Doğru olanları soruşur. Baxın, bunu mütləq qoyun, pluslu qoyun. Birinci plusları axtarırsınız, düz olanları axtarırsınız. 1514 Çaldıran döyüşündə məğlubiyyət Səfəvilərin Cəmi Şərqi Anadolunun itilməsi bu doğrudur. Deməli, biri götürülməliyik. Malatya döyüşündə qələbə Ağqoyun dövlətinin əsasının qoyulması yanlışdır. Daha sonra Osmanlı 1-ci Süleyman 16-cı əsrin 30-cu illərində Səfəvilər üzərində yürüşü 534-də.
Bağdad da daxil olmaq ərəb rəqinin Osmanlılar tərəfindən tutulması, bu da doğrudur. Şeyx İsmailin Təbrizə daxil olması, Səfəvi dövlətinin yaranması, bu da doğrudur. 501-də Şirvanşahlar dövlətinin ləğv edilməsi, Səfəvi dövlətinin Azərbaycan torpaqlarına birləşmə prosesinin başa çatması. Bu yanlışdır. Niyə yanlışdır? Çünki birləşmə prosesi Şəki ilə başa çatırdı 1551-ci ildə. Bizdən doğruları soruşduğunuz üçün 1 olacaq, 3 olacaq və 4 olacaq. 1, 3, 4 cavab olacaq D bəndi. Daha sonra Böyük Səlcuq imperatorluğunun Böyük Səlcuq dövləti mövcudluğu dövrünə 1038-dən 1157-yə kimi. Didqor döyüşü 1121-dir. Cavabımız olacaq A bəndi. Didqor döyüşü. Axistan hakimiyyətə gəlməsi 1160-dır, düşmür. Səlalə dövlətinin süqutu 981-dir, düşmür. Daha əvvəl Şəmsəddin Eldənizin Atabəy titulu alması 1160-dır, o da düşmür. Amma bunlar 1157-də süquta uğramışdı, onun üçün bunlar aid olmadı. Bağdad şəhərinin əsasını qoyması 762-dir, bu da aid deyil. Bağdad şəhərinin əsası qoymuşdu Ərəb xilafət dövründə 762-ci ildə və Abbasilər dövründə həmin dövr və paytaxt Bağdada köçürülmüşdü, onu yadımızda saxlayaq. Delhi sultanlığına aid deyil. Monqol yürüşlərinin məruz qalması aiddir. İqta torpağı olmuşdu, aiddir. Abbasilər xilafəti ilə dostluq münasibəti aiddir. Hərbi işləri baş vəzirin rəhbərlik etməsi, bu da aiddir. Əsasını Əlaəddin Xəlcə Qütbəddin Aybəş tərəfindən qoymuşdu. Onun üçün cavab olacaq burada Y bəndi. 38-ci sual. Salari hökmdarı Mərzbəri Məhəmməd və Atabəy Şəmsəddin Eldənizin fəaliyyətinə aid ümumi cəhət. Deməli, Slavyanların məğlub edilməsi, Slavyanların məğlub edilməsi bu aid deyil. Bu deməli, Mərzbəri Məhəmməd də Slavyanları məğlub etməmişdir, Atabəy Eldənizdə. Eyni əsrdə yaşamalar bu da aid deyil. Mərzbəri Məhəmməd yaşamışdı 10-cu əsrdə, Atabəy Eldəniz isə 12-ci əsrdə. Dövlətin paytaxtının yeni şəhərə köçürülməsi bu da aid deyil. Çünki Atabəy Eldənizdə dövlətin paytaxtını köçürməmişdi, Naxçıvan olmuşdu. Mərzbəri Məhəmməd də Salarilərin paytaxtını köçürməmişdi. Ümumiyyətlə Salarilərin bir dənə paytaxtı Ərdəbil olmuşdu. Səlcuqlardan vasallaslığını qəbul etmələri bu da deyil, oxşar xüsusiyyət olmayacaq. Mərzbəri Məhəmmədə aid deyil, Atabəy Eldənizə də demək olar ki, yoxdur belə bir şey, vasallaslığını qəbul etmələri. Şirvanşahlar dövlətinin asılı hala salınması, cavab olacaq Y. Hər ikisi də Şirvanşahları asılı hala salmışdı. Daha sonra 39-cu sual. Deyir ki, Türkiyə Respublikasının 20-ci əsrin 60-80-cı illərin tarixinə aid oxşarlığı müəyyən edin. ABŞ-ın Truman doktrinası və Marshall planı üçün yardım almağa başlaması. Bu 1947-dir. 56-60-80 deyil, səhvdir. ATƏM-in fəaliyyətinə yaxından iştirak etməsi Türkiyəyə bağlı belə bir xüsusiyyət yoxdur. Həmçinin ATƏM 1975-də yaranmışdı, aid deyil. Turqut Özal 1960 yox, 81-də prezident seçilmişdi. 80-cı illərdə prezident olmuşdu, bu da deyil. Hərbi çevrilişlərin baş verməsi cavab olacaq D bəndi. 1960 və 80-ci illərdə hərbi çevrilişlər olmuşdu Türkiyədə. Torpaq islahatı haqqında qanunda 1945-dir, onun üçün o aid olmayacaq. Deməli, daha sonra 40-cı sual. Deyir ki, İrəvan quberniyası. İrəvan quberniyası nə vaxt yaranmışdı? 1849-cu ildə yaranmışdı. Və aid olduğu torpaqlar təxminən bu torpaqlar olacaq. Cavab olacaq nə? 3, 4, A bəndi. Hülakülər dövlətinə aid mövcud olduğu dövrə uyğun gəlir. Baxın, Hülakülərə aid də sırf bir dənə sual düşür. Qazanxanlı islahatlar və yaxud da ümumi Hülakülər dövləti, Hülakülərlə digər əlaqələri, nəsə bir əlaqələrini deyirlər. Yəni, bu Hülakülərlə əlaqəli 100% bir dənə sual düşür. Şərqi Anadolunun Hülakülər dövləti mövcud olduğu illər nə vaxtdır? 1258, 1357-də. Şərqi Anadolunun həmişəlik türk torpağına çevrilməsi Malazgirtdə aid deyil. Osmanlı dövlətinin Orxan Qazi tərəfindən idarə etməyə başlaması 1326-dan, bu doğrudur, düşür. Fransada başlatların çağırılması 1302, bu da aiddir. Azərbaycan Kurdaşı 1415-də aid düşmür. Yəni o intervala düşmür. Burada cavab olacaq 2-3 D bəndi. Mətn 1, mətn 2. Bu dövrdə başlaraq insanlar ilk dəfə mis deyirsə, bu enolit dövrüdür. Bu dövrdə cəmiyyətin həyatına kişilərin rolu artmağa başladı, şəkinçi ilə məşğul olmağa başladı deyirsə, Erkən Tuncdur bu. İndi bizə deyir ki, birinci mətndə bəhs edən dövrdən fərqli olaraq ikinci mətndə, yəni ancaq Erkən Tunca aid olan götürməliyik də biz. İstehsal təsərrüfatı hər ikisində var idi, götürmürük. İnsanlar qəbul etmə asanında yaşayırdılar. Deməli, bu aiddir. Bu Erkən Tuncda qəbul yox, artıq tayfa idi, bu onun üçün götürmüşdür. Axirət dünyasında inam hər iki dövr üçün oxşardır. Tayfalar meydan yanması Erkən Tunca aiddir. Olacaq cavab yalnız 4B bəndi. Qədim Azərbaycan dövləti, deməli, İbtidai icma quruluşundan bir dənə sual düşür, onu da deyim. Yəni o hissəni də dəqiq oxuyun. Bir də Atropatena Albaniya dövləti. Baxın, Manna, İskit, Həmənimi deyəni demirəm, amma Albaniya və Atropatenadan 100% bir dənə sual düşür. O digər hissələrdən də sual gələ bilər hər hansı formada, amma Atropatena Albaniyadan 100% bir dənə sual düşür. İbtidai icmadan 100% bir dənə sual düşür. Ən az yəni bu iki dənə mövzunu hər tərəfli yəni əzbərləyib gedin imtahana.
Hansı ki, belə deyək də, vaxtı az qalıb, təkrar etməyə vaxtı yoxdur, daha az, belə deyək də, minimum yazmaq istəyir də, belə deyək. Yox, maksimum yazmaq istəyənlər təbii ki, bütün hər bir şeyi, oxuyub getməlidirlər imtahana. Atropatena romaların hücumuna məruz qalması bu aiddir. Bu Albaniyaya da yazsaydı, bunu yenə oxşar götürərdik. Albaniyada hücum etmişdi romalılar. Padşahdan sonra ən hörmətli şəxsin ay məbədinin kahini Albaniyada idi. Qavqameli döyüş, baxın, Qavqameli döyüşüdür. Nədir? Makedoniya əsgərlərinin yürüşünə məruz qalmaqdır. Makedoniya əsgərlərə qarşı mübarizə aparmaqdır. Makedoniya əsgərlərlə sülh bağlamaqdır. Atropatena və Albaniya dövlətinə aid ola bilməz. Çünki İskəndərin imperiyası parçalandıqdan sonra yaranmışdı Atropatena Albaniya. Biri olacaq burada A. Biri A olacaq, cavab olacaq Y bəndi. Baxın, hamısı səhvdir. 2-yə də BS olacaq. Roma sərkərdəsi Pompey ilə sülh sazişinin bağlanması bayaq qeyd etmişdim. Oroysu 66-cı ildə, Alan tayfalarının yürüşünə məruz qalması bəli 72-74-cü ildə ən intensiv yürüş olmuşdu. Biri A, 2-də olacaq, BS olacaq. Baxın, imtahana kimi hər də çalışın, testləri mən yerləşdirəndə izahına baxın. Yəni ən azından belə deyək də, ilk 3-4 dənə testdə çox çətinliyiniz olsa da, amma sonrakılarda artıq özünüzdə inkişafı görəcəksiniz. Ağqoyunlu hökmdarı Uzun Həsənin fəaliyyətinə aid deyil. Osmanlı dövlətinin məğlub edilməsi aiddir. Malatya döyüşü. Yeni sualların əsasının qoyulması aid deyil. Bu yeni sualların əsasının qoyulmamışdır. B olacaq. Gürcüstanın tabe edilməsi Şərqi Gürcüstan 1477 doğrudur. Təbrizin dövlətin paytaxtına çevrilməsi, bu da doğrudur. Teymuri Səudin məğlub edilməsi 1468-69 bu da aiddir. Cavab olacaq B bəndi. Onlar da 8-ci əsrin sonlarında əmirlik yaratdılar. Sonralar Azərbaycan cənub torpaqlarını çox onların hakimiyyəti altında birləşdirdi. Söhbət kimdən gedir? Rəvvadilər dövlətindən gedir. Və deyir ki, bunlar Muğanı da asla salmışlar. Mətndə bəhs olunan dövlətdən fərqli olaraq Şirvanşahlar dövlətinə aid olan tapmalıyıq. Türk mənşəli ümumiyyətlə heç bir türk deyildi. Hər ikisi ərəb mənşəli idi. Slavyanlara qarşı mübarizə aparması bəli, rəvvadilər aparmamışdı, Şirvanşahlar aparmışdı. Azərbaycan torpaqlarının iki rəvad dövlətdə birləşdirməsi bu heç birinə aid götürmür bunu. Bu əslində Şirvanşahlarda Vaqədə birləşdirmək o 5-6 aylıq dövrdə var. 1405-6-cı illəri nəzərdə tuturam. Amma onu da çox vaxt testə götürmürük. Yəni həmçinin də ki, burada ilk dəfə yazdığı üçün Şirvanşahlar götürmürük. İlk dəfə biz Sazilər dövlətini deyirik ki, ilk dəfə Sazilər dövləti Azərbaycan Vaqədə birləşdirmişdi. Dərbənd sədinin təmin etdirməsi bəli sadəcə Şirvanşahlara aiddir. Rəvvadilərdə belə bir hadisə yoxdur. Cavab olacaq C bəndi. Ümumiyyətlə Dərbənd sədini təmir edənlərdən yadınızda saxlayın ki, baxın, deməli Dərbənd sədini tikdirmişdi, deməli Sasanilər dövləti 6-cı əsrin ortalarında, Sacilər təmir etdirmişdi, Şirvanşahlar təmir etdirmişdi, Ərəblər təmir etdirmişdi, Teymurilər təmir etdirmişdi. Bunları yadımızda saxlayaq. 17-ci əsrin ikinci yarısında xarici siyasətində Rusiyanın əsas məqsədləri Qaradəniz sahələrinə yiyələnmək, bəli, var idi bu. Qacarlarla hər hansı bir hadisə yox idi. Qacarlar dövlətinin hücum təhlükəsini ləğv etmək, xeyr. Ukrayna, Belorusiya artıq 17 yox, bu dövrə aid deyildi. Deməli, üzr istəyirəm, bu olacaq. Ukrayna, Belorusiya torpaqlarını ələ keçirmək. Yunan layihəsi isə 18-ci əsr olacaq. Burada bizdən 17-ci əsr soruşur. Deməli, burada onun üçün cavab olacaq 1 ilə 3, deməli. 1 ilə 3 B bəndi olacaq burada. Cavabımız 46-da. Daha sonra 47-ci sual. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Baxın, bu türk dövlətləridir. Türk dövləti 1-ci, 2-ci Göytürk, Axun, Uyğur dövləti, Xəzər xəqanlığı. Bunlardan mütləq bir dənə sual düşəcək. Yəni bunlardan 100% bir dənə sual düşür. Çinlə mübarizə aparılması oxşar xüsusiyyətdir. Deməli, söyləyəcək A. 6-cı əsrin sonlarında parçalanması 1-ci Göytürkə aiddir, 588. Qutluq xan tərəfindən yaradılması Göytürk dövlətinə aiddir. Axun dövlətinin süqutuna iştirak etməsi 1-ci Göytürk dövlətinə aiddir. 567-ci ildə Sasanilərlə birləşdi. Erkən orta əsrlərdə yaranması hər ikisinə aid olacaq. Deməli, birə aid olacaq BD, birə BD, 2-yə C, 3-ə də A-nan Y. Cavab olacaq B bəndi. Deməli, 48-ci sual. Deyir ki, 20-ci əsrin 80-cı illərində SSR-də elan edilmiş yenidən qurma və aşağılıq Qarbaçov tərəfindən nəticələri imperiyada mövcud olan münaqişə odaqlarına bir dəfə son qoydu. Xeyr. Çünki münaqişələr əslində bu proses belə uğurlu olmadı və münaqişə odaqlarını daha da alovlandırdılar. Azərbaycan xalqının milli oyanış prosesi sürətləndi, bəli, doğrudur. SSR-də Kommunist Partiyası nam daha da möhkəmləndi, yox, azaldı olmalıydı. İmperiyanın qurbanlarına çevrilmiş xalqlarda müstəqillik meyillərinin artmasına, bəli, doğrudur. Durğunluq dövrü iqtisadiyyatın bütün sahələrində sürətli inkişafla vəziyyəti yox, əksinə tənəzzüllə əvəz olundu. Cavab olacaq 2 və 4, deməli 2-4 Y bəndi. Daha sonra 49-cu sual. AXC-nin Bakı dövründə həyata keçirilən sosial-iqtisadi tədbir. Yeni üstünləşmiş dövlət bayrağı. Baxın, sosial-iqtisadi deyir.
və həmçinin Bakı dövrüdür. 1918 sentyabrdan sonra. Yeni üstənlikli bayrağın qəbul olunması Bakı dövrünə aid, amma sosial-iqtisadi tədbir deyil, dövlət quruculuğudur. Onun üçün bu yanlışdır. Məktəblərin milliləşdirilməsi həmçinin mədəni tədbirdə düşmür, həmçinin Bakı dövrünə də düşmür. Məktəblərin milliləşdirilməsi 1918 avqustdur. O da Gəncə dövrünə aiddir. Daha sonra Bakı Xalq Komissarlarının milliləşdirməyə bağlı dekretlərin ləğv edilməsi və bu olacaq. Cavab həm Bakı dövrünə aid, həm də sosial-iqtisadi tədbirdir. Aqrar məsələnin tamamilə həll olunması. AXC-də aqrar məsələ ümumiyyətlə həll olunmadı, yarımçıq qalmışdı. Zulfa Mincivanda bu dövrə aid deyil. Cavab olacaq burada C bəndi 49-da. Daha sonra 50-ci sual. 20-ci əsrin başlanğıcında Şimali Azərbaycanda neft sahəsində çox xarakterlikdir. İlk dəfə soyucu sistemi 1863-dür. Aid deyil. İlk dəfə neft sənayesində xarici kapitalın axını 1872-ci ildən sonra götürə bilərik. 72-79-lar. İstehsalın təmərküzləşməsi, bəli. 20-ci əsrin əvvəlində ümumi dünya böhranı baş verir. Neft sahəsi ciddi ziyan görür Azərbaycanda və xırda müəssisələr ləğv olunur. İstehsalın təmərküzləşmə prosesi daha artır. Balaxanı neft mədənlərində işləyən kəndlərin icbari əməyinin ləğv edilməsi. Bu 1864-dür. Onun üçün yanlışdır. 60-cı illərdir. Neft yataqlarının hər az cövhərlə satılmağa başlaması bu 1872-ci ildir. Daha sonra deməli 1-ci Rus-Qacar müharibəsi dövrü 1804 və 13. Xanlıq idarə sistemi saxlanmışdı. Gəncə yanlışdır ümumiyyətlə. Gəncə ümumiyyətlə bilirik ki, Rus-Qacar müharibəsindən əvvəl Gəncədə idarəetmə ləğv edildi. Qarabağ xanlığında bəli qalmışdı, idarəetmə Lənkəranda qalmışdı. Biri olacaq BC, birə BC baxırıq. Deməli bir dənə variantda A variantında var. Birə BC, 2-yə də Rus qoşunlarını məğlub etmişdi İrəvan xanlığı. Gəncə xanlığından söhbət belə gələnməz çünki ondan əvvəl ləğv olunmuşdu. Təbriz xanlığından da yanlışdır, bu da aid deyil. Deməli burada olacaq A bəndi. 52-ci sual. 1-ci və 2-ci Qarabağ müharibəsinin arasındakı dövrdə baş vermir. Onu da deyim ki, 1-2-ci Qarabağ müharibəsinə aid qısa konspekt var və qeyd etdiyim WhatsApp qrupunda yerləşdirmişəm. Yəni WhatsApp qrupuna daxil olaraq oradan da o konspekti götürüb qısa şəkildə öyrənə bilərsiniz hadisələri. Deməli, bizə deyir ki, bu dövrdə 1-ci arasındakı dövrdə baş verməyən soruşur. Tovuz döyüşləri 1 və 2-ci Qarabağ müharibəsi arasındakı dövrdə baş vermişdir. 2020 iyul ayında. Gizir Mübariz İbrahimov qəhrəman dastanı şəhid olması 2010-dur. Bu da həmin dövrə düşür. O 1-2-ci dövrə düşür. Xudafərin körpüsünün azad edilməsi 2-ci Qarabağ müharibəsi dövrüdür. Onun üçün cavabımız C olacaq. Şəhər rayonunun Günlük kəndinin ordumuzun nəzarətinə keçməsi 2018-ci ilin döyüşüdür Naxçıvanda. Bu həmin dövrə düşür, aradakı o dövrə. Lələtəpə Hüseyin azad edilməsi də həmin o aradakı dövrə düşür 2016-cı ildə. Onun üçün burada cavab olacaq C bəndi. Daha sonra 53-cü sual. Azərbaycanda baş vermiş hadisənin xronoloji ardıcılığı. Dövlət kəndlərinin bir yerdən köçürülməsi 1853-dür. Qadağan olunması. Bakı şəhər özünün idarə 1878-dir. Daha sonra Zaqatalada feodal asılımın ləğv edilməsi 1913-dür. İlk dəfə neft yataqlarının hərrac yolu ilə satışa çıxarılması da 1872 olacaq. Deməli burada nə olacaq? Olacaq 1, daha sonra 4, 2, 3. 1, 4, 2, 3 olacaq. Xəritədə ulduzla verilmiş şəhərin erkən orta əsrlər tarixinə aid xüsusiyyətlərini müəyyən edin. Bu söhbət Bərdə şəhərindən gedir. Deməli Bərdə şəhərinə də deməli Haşimlər Dərbənddə idi. Xürrəmlər hərəkatı gedişinə Ərəblərdən azad edilmişdi. Doğrudur. 10-cu əsrin ortalarında Slavyanlar tərəfindən 944-də qaret olmuş. Doğrudur. Şəddadilərin paytaxtı olmamışdı. Şəddadilərin paytaxtı Gəncə şəhəri olmuşdu. Cavab olacaq 2-3. Daha sonra 55-ci sual. Səbəb nəticə əlaqələrinin doğru göstərdiyi bəndləri müəyyən edin. Edessa Mostarmı tərəfindən ələ keçirilməsi. İkinci xaçlı yürüşünün başlanması. Bu doğrudur. Bizdən də doğrular soruşur. Deməli Mostarmı tərəfindən Edessa ələ keçirildi və ikinci xaçlı yürüşü başladı. Doğrudur. Normandiya Hersoqunun İngiltərəni işğal etməsi 1066. Al-Qızılgül müharibələri 1455-85 İngiltərə tarixinə aiddir. Səbəbi isə 1066. Bu da aid deyil. Onun üçün götürmürük. O İtaliya üsyanının baş verməsi 1381 İngiltərədə yoxsullara qarşı qanunların yumşaldılması bəli bu doğrudur. Səlahaddin Əyyubunun xaçlı ordusu məğlub etməsi Təbəriyə döyüşü 1187. Latin imperiyasının süqut etməsi yenə qanunlara pozulur. Bu da yanlışdır. Çünki Latin imperiyasının süqut etməsi 1261-ci ilə aiddir. 100-illik müharibənin başlanması 1337. İngiltərədə feodallar üzərinə qalxan pul vergisinin qoyulmağa başlanması, bu isə 1154-1189 2-ci Henrixin hərbi islahatına əsasən. Onun üçün bu da uyğun gəlmir. Cavabımız olacaq 1 və 3. 55-də. Daha sonra 56-cı sual. Deməli,
Haylandur onların hücumu nəticəsində hakimiyyətdən əl çəkmişdi. 2-ci Vaçe doğrudur. Avqenin kilsə məclisinə baxırıq, bunları göstərir, yanlışdır. Məmin Vaçaqan olmalıdır. Distav döyüşünə əsasən müttəfiqi idi. Bu da olacaq nədir? Urnay, üzr istəyirəm, 3 olmayacaq. Cavab olacaq nə? 1-lə 4. Deməli 87-ci sual. Uyğunluğu müəyyən edin. 19-cu əsrin ikinci yarısı, yəni 1850-dən sonra. Syoqun rejiminin iflasa uğraması, bu Yaponiya tarixinə aiddir. Syoqun rejiminin iflasa uğraması, həmçinin 1868-dir. Sianqan Honkonqun Fransanın sərəncamına verilməsi, ümumiyyətlə bu yanlışdır. Həmçinin Honkonq adası Fransaya yox, İngiltərəyə verilmişdi. Bura düzgün cavab deyil. Həmçinin də ki, Honkonqu belə deyək də verilməsi 1842 Nanking müqaviləsidir. O da 19-cu əsrin birinci yarısına düşür. Sipahilər üsyanının baş verməsi, bu Hindistana aiddir. Bura aid olacaq C. 1857-59. Tayvan Koreya üzərində nəzarətin itirilməsi, bu Yaponiyaya aiddir. Üzr istəyirəm, bu Çinə aid olacaq. Nədir? Tayvandan Koreya üzərində nəzarətin itirilməsi. Burja inqilabının baş verməsi isə Yaponiyaya aid olacaq. Bir olacaq Y. Daha sonra müttəfiq dövlətlər Napoleon Bonapartı məğlub etdikdən sonra Avstriya konqresi toplaşdılar. Konqresdə aparıcı dövlətlər Napoleona qarşı koalisiya üzvləri olan Rusiya, Avstriya, İngiltərə, Prusiya idi. Konqresin qərarlarına əsasən yeni dünya nizamı müəyyənləşdirildi və iştirakçı dövlətlər bir sıra güzəşt və üstünlüklər əldə etdilər. Konqresin qərarları Avropada uzun müddətli sabitliyin qorunub saxlanılmasını hesablaşdı. Bu Viyana konqresi idi. 1814-15. 58-də nə götürə bilər? Deyir, mənbədə haqqında bəhs edilən konqresin qərarlarına əsasən Böyük Britaniyanın hakimiyyəti altına keçmiş ərazilərin birinin adını müəyyən edərək yazır. Yəni birini soruşur. Maltanı yaza bilərdiniz, Seylonu yaza bilərdiniz, daha sonra Şimali Afrikanı yaza bilərdiniz, üzr istəyirəm, Cənubi Afrikanı yaza bilərdiniz. Daha sonra 59. Mənbədə bəhs edilən konqresdən sonrakı dövrdə qurulacaq yeni dünya nizamının hansı iki qaydada əsaslanırdı? Güc tarazlığının qorunub saxlanılması, bir də ki, monarxiyaların legitimliyinin qorunub saxlanılması prinsipinə qurulurdu, əsaslanırdı. Güc tarazlığı qorunsun, monarxiyaların legitimliyinə əsaslanırdı belə. 60. Mənbədə bəhs olunan konqresin gedişində Çar 1-ci Aleksandrın təşrif edən müqəddəs ittifaqın yaradılmasının iki məqsədini yazın. Biri Avropada inqilabları yatırmaq istədi, əsas məqsədi o idi. Bir də ki, Osmanlını parçalamaq. Yəni iki dənə məqsəd var idi, bunlar idi.